Gelin bir dənə soruşum, ürəyim partladı. Bu nə xəbərdir, hə? Düz deyiblər, qulaq gündə bir söz soruşmazsan. Ne dördüncü sözünü danıştın? Qulaq sən, Ha? nə xəbərdir? Uşaqlar hamısı deyir ki, İsmail arağı tərk edib. Deyirəm ki, ola bilməz. İsmail ola araq. Yok. İsmail Arak terk edebilmiyor. Yox, mən inanmıram. Evdekiler mecbur elediler, üstüme düştüler. Raporlar ki ben and içki, Hə, arak içmeyeceğim. hə. Ben de and içtim diye arak içmeyeceğim. Şimdi arak içmiyorum, terk etmişim arakı. Səndən spit iyi gəlir, nətər Ne iyi tərk? gelir? Hə. Kanyak içmişim de. Nə fərqi var ki, qaynayak arağı eyni şey deyil. Yani ne farkı var? Onun adı araktı, bunun adı kanyaktı. O nə Ben demək? and içmişim diye arak içmişim de. O nə deməkdir ya? Diyor ne demek? Salih, Sən çox bilmirsən, hə? Salih, sen canın gelme ağır verme. Ben arağa and içmişim diyelim. Kanyak and içmemişim. Sən çox bilmirsən, vallahi Allah'ın Sen benden çok şeyler bilgirdin. İşte başımı katma için tevhid vermeyeyim. Hiç kime de deme ki ay İsmail kanyak içimine. Onda mənə də dirəni bir də onda elə mən də sən elədiyin variantı edəcəm. Allah. Git hele git. Vallahi. Git and içki, arak içmeyeceğim, kanyakın işte. Sən də düz deyirsən. Şu Arağı and içirəm də. arağa and iç. Ha,